Salam uşaqlar, değerli şagirdlərim. Mən sizə bugün Atropatena dövləti haqqında danışacağım. Ən son nəşrdən, yəni 2025-26 dərsliyi artıq çıxır, bilirsiniz. 6-cı sinif Azərbaycan tarixində yeniliklər var. Bu ilki şagirdlərim olmasa da, gələnki inşallah şagirdlərimiz, yəni abituriyentlərimiz yeni məlumatlar lazım olacaq. Sizə mütləq videoma qulaq asın. Bu il qəbula gedənlər ehtiyac üçün lazımdır. Yəni siz də qulaq asın, bilmək olmaz. Yəni, olmadı belə, oldu belə. Yəni ki, bilməyiz, bilməməkdən daha önəmlidir. Yəni, çox da elə deyim ki, çox güclü məlumatlar var, elə məlumatlar yoxdur. Nə indi lazımdır, o deyəcəm mən sizə. Demək, Atropatena dövləti haqqında yaranma sübut tarixidir. Hər bir dövlətin məlum məsələdir, yaranması sübutu əzbərdən bilməlisən. Qaldı ki, mən keçən dəfə sizə bir şey demişdim. Eradan əvvəl 331 Qavqamel vuruşmasından danışmışdıq. Davica Eradan əvvəl 328 Atropatın Midiya satrapı olmasından danışmışdıq. 3-cü Eradan əvvəl 327 İskəndərin Hindistana yürüş tarixi və eyni zamanda Atropatenada Baryaks üsyanının baş verilməsi. Hamısında Atropat var. Qavqamel vuruşmasında da var, satrap olması da var, Baryaks üsyanında da var. Bu Atropatena dövlətinə aid deyil, bu deyilən hadisələr. Siz Atropatena dövlətinin yaranma tarixini görürsünüz. Bu hadisələr, bu hadisə Midiya dövlətinin Əhəməni dövlətinin tərkibində döyüşməsi var. Yəni Atropatın. Bu satrap olduğu dönəmdir. Yəni Midiyanın satrapı olub bu adam. Kimin satrapı? Kim təyin edib? İskəndər təyin edib. İskəndər təyin edib Midiyanın satrapı olub, Baryaks üsyanını yatırıb, sonraki hadisələr də məhz satraplığı dövrünə aiddir. Bəs necə oldu? Nə baş verdi ki, Atropatena dövləti yarandı? Məlum məsələdir, ən populyar test sualı, hamınız da bilirsiniz ki, Makedoniya imperiyasına İskəndərin ölümü Eradan əvvəl 323 tapşırılır imperiyanın idarəsi sərkərdəsi Perdikkiyə. Eradan əvvəl 321-də Perdikki də ölür və Atropatena dövləti avtomatik Makedoniya imperiyasının parçalanması nəticəsində meydana çıxır. Qalibiyyətli müharibə nəticəsində yaranır bu dövlət. Yəni, məsələn, dövlətlərimiz var da, sırf döyüşüb, qalibiyyətli bir müharibə nəticəsində dövlət qurublar. Atropatena dövləti deyil, Albaniya dövləti deyil. Bizim 9-cu əsr, 9-11-ci əsr feodal dövlətlərimizdir. Bunlar misal, mənə Ağqoyunlu dövlətini deyə bilərsin ki, qalibiyyətli müharibə nəticəsində meydana gəlir. Səfəvi dövlətini deyə bilərsən ki, qalibiyyətli müharibə nəticəsində meydana gəlir. Amma sən bu dövlətlərimizə, hansısa bir imperiyanın parçalanması nəticəsində yaranan bir dövlətlərə qalibiyyətli müharibə nəticəsində meydana gəldi, sözünü işlədə bilməzsən. Yəni, bu dövlətlərimiz gitsin, hər hansı işğal etsin, işğalçılıq siyasəti yeritsin, belə bir dövlət olmurlar. Nə Atropatenası, nə Albaniyası. Atropatena dövlətinin yaranma şəraitini bildik. Yaranma səbəbləri var. Yaranma səbəbləri, səbəbin birincidir, ən mühümdür ki, bu İskəndərin imperiyası parçalanmasından yarandı. Digər səbəb nədir? Digər səbəb odur ki, mən Atropat, misal üçün, dövlət yaratmaq istəyirəmsə, mənim arxam güclü olmalıdır. Yəni, mən durum çıxım ortaya birdən-birə deyib ki, dövlət qururam, dövlət qurdum. Yox, mənim arxam güclü olmalıdır. Yəni, mən öz xalqıma mən arxalanmalıyam və yaxud güclü tayfalar mənim arxamda olmalıdır ki, mən dövlət qurum. Aydındır. Yeni dərslikdə də bu haqda məlumat yazılır. Deyir ki, Kadusi tayfalar vardır. Bilirsiniz, Atropatena tərkibində 5 dənə tayfa var. Allah deyəcəyində. Kadusi tayfaları, Saklar, Kaspi tayfaları durublar, yəni bu tayfalar bunun arxasında durublar və bu dövləti yaradır. Buradan demirəm əzbərliyin, yəni təxmini bilin ki, dövləti yaranma səbəbləri sırasında o tayfaların bunu müdafiə etməsi də var. Öz xalqına, yəni ki, arxalanması da var. Yəni bu tip cümlələri oradan götürün, lazımınız olar. Dövlətin yaranmasının əhəmiyyəti soruşulur.
Misal üçün, Manna dövlətinin yaranmasının əhəmiyyəti odur ki, dövlətçilik ənənələrimizin yaranmağa başlanması. Dövlətçilik ənənələrinin yaranmağa başlaması sözü, bu yəni o demək ki, ilk dövlətdir, ən qədim dövlətdir. Bir də var ki, dövlətçilik ənənələrinin dirçəlişi baş verdi. Bu dirçəliş o demək ki, yəni əvvəl olub dövlət, çöküb, məhv olub, təzədən həmin torpaqlarda dövlət yaranır. Bu olur nə? Dirçəliş, dirçəldi. Yıxıldı, yenidən dirçəldi. Aydındır? Bu olur dirçəliş. Məsələn, 9-11 feodal dövlətlərimizdə deyildi ki, Şirvanşahlar dövlətinin yaranması ilə dövlətçilik ənənələrimizin yaranmağa başlaması. Amma dirçəliş o bir dövlətlərə aiddir. Və o dövrdə feodal dövlətlərin yaranması kimi, ilk dövlət kimi biz Şirvanşahlar dövlətini götürürdük. Ondan sonra dövlətlər isə artıq dirçəliş kimi işlənirdi. Burada da həmçinin siz o dirçəliş sözündən istifadə edəcəksiniz. Qaldı ki, Atropatena dövlətin adına, təbii ki, Eldənizlər kimi, Şəmsəddin Eldəniz kimi, bu da insan adından, hökmdar adından meydana gəlmiş. Selevkilər dövlətin oxşarlığı o deyəcəm sizə. Demək, Atropatena adından Azərbaycan sözü yaranıb deyirlər. Düzdür, biraz qəribə olsa da, Atropatena, sonradan Aturpadagan, Azərbaycan belə işlənib. 7-ci əsr ərəblərin gəlişindən sonra, yəni Azərbaycan şəklinə düşməsini bir də bilin, siz üçün bəs edir. Qaldı ki, Atropatenada yaşayan bizim tayfalarımız. Bunları bilmək lazımdır. Deməli, yeni dərsliklərimizdə 2025-26 nəşrində biz əvvəlki dərslikdə nə deyirdik? Deyirdik ki, Atropatenada yaşayan tayfalar, Kaspilər, Kadusilər, ən əsas bunları deyirdik. Niyə görə bunlar deyirdik? Çünki Albaniyada da yaşamış tayfalardır bunlar. Ən azından bunları yadda saxlayırdıq ki, bunlar lazım olur istəbsə. Kaspi, Kadusi, Magmük. Bunlar yadda saxlamaq asan deyildi, Magmük. Bir də mataylar deyərdik. Elədir. İndiki yeni dərsliklər həmin o matayları çıxadıb, saqlar qoyublar yerinə. Aydındır. Və hər bir tayfa haqqında da məlumatlar verirlər. Lazımdır ki, misal üçün sizə o məlumatları götürəsiniz. Nədir? Misal üçün, mülk tayfaları Muğan sözündən, Muğan, yəni sözü o mülk tayfaları, Müqan şəklində işləmiş o Muğan şəklində, Araz boyu sahələrdə yaşayıblar. Kaspilər məlum məsələdir. Yunanlar Kaspi adlandırıb, Xəzər dənizini, ya da 5-ci əsr məlumatlar var o dövrdə. İndi də Ruslar Kaspiyski Mori deyirlər. Xəzər dəniz sahələrində yaşayıblar. Kadusi tayfaları çox mühümdür. Kadusi tayfaları hələ deyir ki, Midiya və həmənin dövründə deməli, formalaşmış xallardır. Onları sonra mən məlumat var yeni dərslikdə Kadusilər haqqında. Kadusilər haqqında döyüşlərdə iştirak etməsi, yeni bir məlumat nə idi orada? Deyir ki, 3-cü Daranın qoşununda iştirakdan imtina edirlər. O nədir? O Qalqamil qoşunun çox birinci ildə ki, köhnə dərslərimizdə var idi. Deyirdi ki, Albanlar, Kaspilər və Saklar deyirdi ki, Qalqamil qoşmasında iştirak edirlər. Belədir. Və hətta deyirdi ki, Albanlar sözünü orada gördüysə, görsü ilə Albaniya dövlətinə aid deyil, Alban tayfalarına aiddir. Həmişə belə deyil. İndi isə yeni bir məlumat var ki, sən demək, Kadusi tayfaları sonradan daha 3-cü Daran ordusunda iştirak etmək istəməyiblər və Atropatı sadiq tayfalar olublar. Kadusilər haqqında yeni bir məlumat. Hər dediyim kimi də Midiya və həmən dövrdə müstəqillikləri olan tayfalardır bu Kadusilər. Bu xüsusları yadda saxlayın. Maq tayfaları, Maqları biz Zərdüştlük dində demişdik. Midiya dövlətində də demişdik ki, Maq tayfaları Zərdüştlük Avestanın mühafizəçisi hesab olunurlar. Zərdüştlük dininin kahinlərinə biz Maq demişik. Maq adında bir tayfada demişdik, elədir. Həmin Maqlardan söhbət gedir. Başqa Sak tayfalardır, Sakasina, Skitlər, belə adlandırmış olurlar. Yəni, hər bir tayfa haqqında qısa da olsa məlumatlar verir, yeni dərsliklərdir sizin üçün. Əhalinin məşğuliyyəti təsərrüfatından nə götürür? 3 dənə şey. Qalan şeyləri demirəm, bilmək lazımdır.
oradan 3 dənə şey götürün. Yeni dərslikdən media otu çıxardıblar. Bir dənə media otu varmış, yoncaymış. Bir lazım olar olmaz götürün onu da. Media yağı köhnə dərslərimizdə var idi. Media yağı nefti, neftdən hərbi işdə istifadə olunurdu. Bunu götürün. Deməli, təsərrüfatdan media yağı idi, media otu idi. Bir də götürəcəksiniz, biz nə deyirdik ona? Uçan atlar, sama atları, Çində məşhur atları varmış. Yəni, ümumi şəkildə bunları demirəm ki, əzbər, yadda saxlayın bunları. Bunlar da lazım olur. Qəbul imtahanında mən inanmıram sizə media otunu soruşdu. Amma maraqlıdır deyə belə yadda saxlayın bunları. Atropatena şəhərlərini əzbər vermək lazımdır. Atropatena şəhərlərini üzə vermək lazımdır. Şəhərlərindən ən əsas nəyə götürəcəksiniz? Şəhərlərindən Fraspa və Qazaka şəhərləri. Nəyə görə Fraspa, Qazaka deyirəm? Qazaka məlumdur, Atropatena dövlətinin paytaxtıdır. Fraspa Atropatenaların qış iqamətgahıdır. Bu sözü buradan uğurladınız. Digər bir tərəfdən hər iki şəhər haqqında bir oxşar bir məlumat kimi deyir ki, hər iki şəhər, yəni Qazaka və Fraspa şəhəri hökmdar şəhərlərdir. Bunu da buradan şəhərlər haqqında götürün. Qaldı ki, başqa şəhərləri Fraspa və Qazaka qoyduq kənara. Fraspaya oxşar Panaspa şəhəri var. Aqnazana şəhəri var. Aqnazana. Bu şəhərlər də əzbərləyin, bu Atropatenanın şəhərləridir. Atropatenanın coğrafi mövqeyi, harada yerləşir Atropatena? Mannanın ərazisi, Cənubi Azərbaycanda yerləşir. Atropatenanın paytaxtı Qazakanın yerləşdiyi yer. Dərslikləri açırsınız və xəritə var hamımızın evində. Xəritəni açırsınız. Urmiya gölünün cənub-şərqini götürürsünüz. Urmiya gölünün cənub-şərqi Qazaka şəhəridir. Sonraki dövrlərdə biz adətən ona bənzər kimi Maraxa şəhəri deyirik ki, orada Maraxa şəhəri də yerləşir. Yəni, sonradan orada Maraxa görürük. Ona görə həmişə mən sizə deyirəm ki, Qazaka və Maraxa şəhərləri təxminən eyni olsun, yaxındır bir-birinə, təxminən o hissədə yerləşir. Elə yadda saxlayın. Demək, Atropatenanın ərazisi, Cənubi Azərbaycan, Atropatenanın ərazisində bir də şey deyir ki, Azərbaycan Respublikasının bəzi cənub rayonları. Bəzi cənub rayonları deyəndə, indiki Talış zoması təxminən o dövlətin ərazisinə düşür. Bir də məlumat verim sizə ki, Atropatena dövlətini cılız bir dövlət kimi düşünməyin. Yəni, sırf Cənubi Azərbaycanda yerləşir. Demək biraz absurd çıxır. Çünki eradan əvvəl, yeni dərslikdə belə bir məlumatlar yazır ki, eradan əvvəl 3-cü əsrin son rübündə, Artabazanın dövründə Atropatenanın ərazisi Xəzər dənizindən düz Qara dənizin şimalına qədər uzanırmış. Yəni, baxırsan ki, dövlətin ərazisində budur, xəritəyə baxırsan, görürsən ki, Xəzər dənizi hara, Qara dənizin şimalı hara. Yəni, böyük bir ərazisi olub. Nə vaxt olub? Artabazanın dövründə. Bunu xüsusi olaraq yadda saxlayın. Eradan əvvəl 3-cü əsrin sonra da Artabazan dövründə. Hökmdarlar haqqında danışanda uyğunluğu deyəcəm mən sizə. Qarşımdakı yeni dərslikdir. Yeni dərslikdə olan yerləri nişanlamışam. Köhnə məlumatlar köhnə yerində qalır. Onları bəlkə də çox şey demədim sizə. Gəldik Atropatenanın qonşu dövlətlərlə münasibətlərinə. Atropatenanın qonşu dövlətlərlə münasibətləri yadda saxlayın. Eradan əvvəl 3-cü əsrdə desək Atropatenanın cənub qonşusu hansıdır? Deyirsən Selevkilər dövləti. Yox, desək eradan əvvəl 2-ci əsrdə Atropatenanın cənub qonşusu hansıdır? Deyirsən Parfiya dövləti. Deyirsən Selevkilər dövləti haqqında məlumatınız yoxdur. Selevkilər dövləti Atropatenanın həmyaşıd dövlətidir. Atropatenanın eyni vəziyyətdə, eyni pozisyonda yaranan dövlətdir. Deyərdim ki, eyni tarixdə yaranır. Eradan əvvəl 321-də yaranır. Çünki hər iki dövlət İskəndərin imperiyasının parçalanması nəticəsində yaranır və hər iki dövlət, orada Selevik idi sərkərdə, burada isə Atropata idi. Yəni, hər ikisinin adı ilə bir dövlət yaranır.
Qaldı bu Selevkilər dövləti nə dövlət? Selevkilər köhnə dəstədə adətən ölkə içərisində Suriya yazılırdı. Deyildi ki, Suriyadır. Sentrləri orada. Amma bu dövlətin sərhədləri düz Hindistandan Araq dənizinə qədər uzanır. Yəni böyük bir, deyərdim ki, imperiya olub. Selevkinin rəhbərliyini yaradılıb Atropatena ilə eyni vaxtda. Eradan əvvəl 3-cü əsrdə öz qüdrətinin zirvəsində idi, əsas da Antioxun zamanında. Selevk hökmdarı Antiox, bunu tanımaq lazımdır. Qonşu dövlətlərlə münasibətlər deyəndə adamın ağlına Eradan əvvəl 223, Eradan əvvəl 190, 33 illik bir tarixi dönəm gəlir. Eradan əvvəl 223-də nə baş verir? Hökmdar birincisi bilirsən ki, Artabazan idi hakimiyyətdə. Artabazan. Qeyd yaxşısı. Eradan əvvəl, daha doğrusu 2223-dən danışırıq, 190-da yox. Hökmdar kimdir? Artabazan. Artabazan adında demək Atropatenanın hökmdarı. Atropatena Eradan əvvəl 223-cü ildə deyirsən ki, Selevkilər hücumuna məruz qalıb. Birdən-birə, belə deyək də, Atropatena dövləti heç bu hücumu gözləmirdi. Gözlənilmədən Eradan əvvəl 223-cü ildə yeni kitabda belə bir məlumat yazır, deyir ki, böyük mediada üsyanı yatırıb, böyük mediada Antiox üsyanı yatırandan sonra gözlənilmədən Atropatenaya hücum edib və Artabazan da müdafiə qabiliyyəti yox idi, yəni ki, hazır deyildi bu müdafiəyə və avtomatikdə Atropatena Selevkilərdən asılı vəziyyətə düşür. Eradan əvvəl 223-də. Bəs Eradan əvvəl 190-dan olur. 190 məşhur Maqneziya döyüşüdür. Maqneziya. Bir də şey deyim sizə, testlərdə əsrlərlə göstərir bunu. Məsələn, yazır ki, Eradan əvvəl 3-cü əsrin ikinci yarısı Atropatena dövlətinin tarixinə aiddir. Eradan 3-cü əsrin ikinci yarısı baxanda fikirləşsən 350-dən 301-ə qədər götürülür. 250-dən 201-ə qədər götürülür. 223-cü ildə 3-cü əsrin ikinci yarısına düşür. Testlərdə ən çox bunu illə yox, əsrlə göstərəcəklər sizə. 3-cü əsrin ikinci yarısı. Və bilirsən ki, Atropatena Selevkilər asılı vəziyyətə düşməyini göstərir 223-cü il. Və yaxud testlərdə yazacaq ki, Eradan əvvəl 2-ci əsrin əvvəlləri Atropatena dövlətinin tarixinə aiddir. Cavab çıxacaq ki, Atropatena müstəqilliyi bərpa etmişdir. Yəni, Maqneziya döyüşündən söhbət gedir. Eradan əvvəl 190-da, Eradan əvvəl 2-ci əsrin əvvəllərinə düşür. Aydındır, testlərdə əsrlə deyəcək. Ona görə də əsrləri mütləq, mükəmməl bilməlisiniz. 190-da döyüş kimlər arasında olur? Döyüş kimlər arasında olur? Deyirsən ki, Romana, Selevkilər arasında. Roma Selevki. Qalib kimdir? Roma. Zəifləyən kimdir? Selevk. Müstəqil olan kimdir? Atropatena. Yəni, Atropatena bu döyüşdən istifadə edib, müstəqilliyini bərpa edib. Bu qədər sadə. Maqneziya döyüşü. Eradan əvvəl 2-ci əsr Atropatenanın Parfiyanın müttəfiqliyindən danışacaqsınız. Müttəfiq olurlar, nəyə görə? Eradan əvvəl bu sual qoyur. Eradan əvvəl 2-ci əsrdə Atropatena və Parfiyanın bir-birinə yaxınlaşmasının səbəbi nədir? Cavab nə çıxır? Romaya qarşı birgə mübarizə. Çünki Eradan əvvəl 2-ci əsrdə Aralı dənizi hövzəsində ən güclü dövlət Roma olur. Dediyi ümumi tarixdə Eradan əvvəl 5-ci əsrdə Aralı dənizi hövzəsində güclü dövlət Afinadır. Eradan əvvəl 2-ci əsrdə isə Romadır. Həmin o dövlət şərqə doğru işğalların genişləndirməklə məşğuldur. Bu dönəmdə də Parfiya dövləti də geniş bir dövlətdir. Selevkilərin ərazilərini işğal edib, artıq bu ön Asiyada söz sahibi budur. Bu da qərbə doğru demək, ərazilərini genişləndirmək istəyir. Roma şərqə doğru, bu isə qərbə doğru. Qərb və şərq toqquşması deyirlər. Burada baş verir. Aydındır.
Yəni hər iki dövlət ərazini genişləndirmək uğrunda mübarizə aparırlar. Belə bir sual çıxacaq qarşınıza ki, niyə görə Avtropatı ilə Parfiyanın müttəfiqi idi? Avtropatı ilə Parfiyanın müttəfiqi idi ona görə ki, ən əsas səbəb nədir? Romaya qarşı mübarizə aparsınlar. Digər bir səbəblər var, yenə də yeni dərsliyin məlumatlarıdır. Deyir ki, Avtropatı ilə Parfiyalılara öz adamları kimi baxırlar. Başqa bir səbəb yazır ki, Romalılar haram tuturdularsa, əhalini çox incidirlər, dağıdırdılar, tökürdülər. Ona görə bunlar bir-birinə yaxınlaşmışdılar. Belə bir məlumatlar var yeni dərslikdə. Onları yeni əsas bu iki 10-cu siniflər götürsün, onlara lazımdır. Bir də ki, bu dövlətlər Romaya necə baxırdılar? Elə fərz edirlər ki, o İskəndərin Yunan Makedoniya işğalı, yəni o dövlətin bir varisi kimi fikirləşirdilər ki, onlar da gəlib. Konkret elə götürsünlər həm bəlkə nəticə olardı. Deməli, qaldı nə? Məşhur döyüşlər, Karra döyüşü mütləq bilməlisən, Roma-Parfiya münasibətləri. Eradan əvvəl 53. Karra döyüşü Türk ərazisindədir, Karra şəhəri. Eradan əvvəl 53. Birinci əsrin ortaları gəlir. Kimlər arasındadır? Roma-Parfiya. Kim qalib gəldi? Parfiya. Parfiyanın müttəfiqi kimdir? Həm də Avtropatı ilədir. İkisi bir yerdədir. Eradan əvvəl 2-ci əsrdən dedik ya, bunlar müttəfiqdirlər Romaya qarşı. Birinci əsrdə də müttəfiqdirlər. Hər ikisi bir yerdə Romaya qarşı döyüşürlər. 53-cü il Karra döyüşü Roma üçün fəlakətlə nəticələnir. Romalıların məşhur bir sərkərdəsi var idi, Varlı Kras deyirlər ona. Həmin o Kras, sərkərdə Kras və ordusu ilə bir yerdə məhv olmuşdur. Bir də əlavə bir məlumat üçün bu döyüşdə Turan taktikasından istifadə olunmuşdur. Bunu da mütləq buradan oğurlayıb götürün. Turan taktikasından istifadə olunan döyüşlər sırasına daxildir Karra döyüşü. Növbəti döyüş yenə Roma-Parfiya münasibətlərindən danışırıq. Eradan əvvəl 38. Hansı döyüşdür? Bu kitablarda yoxdur heç. Bu Cirdan döyüşüdür. Cirdan döyüşü. Eradan əvvəl 38-də. Bu döyüş isə tərsinə olub. Bu ümumi tarixdə də altılarımı yadına gələcək bu. 6-cı sinifdə də keçdim bu dərsi. Yadına düşəcək. Eradan əvvəl 38-ci ildə isə bu döyüş tərsinə oldu. Yəni bu dəfə Romalılar qalib gəldilər. Bu döyüşdə. Kim qalib gəldi? Roma. Bəs burada Roma sərkərdəsi kim idi? Antoni. Testlərdə xronoloji artıqda yazılır ki, Antoninin şərqə yürüşü. Eradan əvvəl 36 götürəcəksiniz. Antoninin şərqə yürüşü. Yeni dərslikdə Eradan əvvəl 36. Biz adətən testlərdə həmişə bu 38 də deyə biliyoruz. İndi isə yerdəşikdə birbaşa 36 yazırlar. Lap yaxşı, lap asanlaşdırdılar. Əvvəl dərslərdə biraz bu şey idi. Şərqə yürüşü 36 və məşhur növbəti bir döyüş Raspa döyüşü. Yəni bu dərsdə bu döyüşlər sizə çox lazımdır. Raspa döyüşü. Eradan əvvəl 36. Tərəflər. Raspa döyüşün tərəflərinə baxırsan. Demək, Raspa döyüşü haqqında biraz məlumat verim sizə. Əslində Roma, Parfiya bu döyüşdən əvvəl ordularını yığmışlar Mesopotamiyaya. Oturub orada gözləyirdilər ki, bu Roma Parfiyanın paytaxtı Ksifona gələcək. Hədain şəhəri var da, Ksifon Sasaniyanın da paytaxtı olur. Gözlə-gözü gəlmir.
Antoni yürüşün istiqamətini dəyişir, birbaşa Atropatenanın qış iqamətgahı adlanan Fraspa şəhərinə. Hökmdar yoxdur şəhərdə. Hökmdar Mesopotamiyada Parfiya hökmdarına oturub samavar çayı içirlər. Şəhərdə hökmdar yoxdur, ailəsi də orada. Fraspa şəhəri bir işi vardı ki, Fraspa şəhəri yaxşı müdafiə olunmuşdu. Güclü müdafiə olunmuşdu. Ərzaq ehtiyatı bol idi, silah ehtiyatı bol idi. Yəni günlərlə də müdafiə oluna bilərdi, oldu da. Haçandan haçana şey gəldi, nədir? Artabazdır. Fraspa döyüşü həmişə üstündə bu Artabazdı yazıda saxlayın. Artabazdır. Atropatena hökmdarı Artabaz gəlir şəhərdən kənarda, yəni mühasirə almışlar şəhəri, Romalıları darmadağın edir. Bir sözlə Romalılar 35 min əsgərin Fraspa döyüşünü itirirlər, geri çəkilirlər. Antoni də qəzəblənir döyüşdən sonra sərkərdələrin cəzalandırır, Artabaz götürür Roma legionun bayraqlarını şəhərdə gəzdirir. Bütün bu proseslərdən sonra aləm burada qarışır. Burada belədir ki, bir dönəm yaranır Fraspa döyüşündən sonra. Quzuqurd məsələsinə dönür. Parfiyanın əsl iç yüzü burada çıxır. Fraspa döyüşündən sonra nə baş verir? Fraspa döyüşündən güclü qənimət toplamışdılar. Yeni kitabda yazır ki, qənimət bölgüsünün üstündə bunların davası düşür. Biz həmişə nə deyirdik? Deyirdik ki, bunların mübahisəsinin səbəbi Parfiya Atropatenanı işğal etmək istəyirdi. İşğal edib öz tərkibinə qatmaq istəyirdi. İndi isə yeni bir məlumat var. Qənimət bölgüsü sözü, yəni sən demə Fraspa bölgüsündə güclü qənimət əldə edilib və onun üstündə Parfiya Atropatena düz gəlməyib, yəni səbəblərdən də biri bu imiş. Və Parfiya artıq deyir ki, mən səni işğal etmək istəyirəm, öz tərkibimi qatacağam. Bunların məsələsi biraz dərinləşir. Artabaz nə edir? Digər bir hökmdarı tanıyırsınız. Ariobarzan Artabazın oğlu idi. Deyir ki, Artabaz deyir ki, düşməni mənim dostumdur. Nə edir? Öz oğlunu göndərir. Daha doğrusu, əvvəlcə Roma ilə, onda da Oktavian Avqust idi onlarda hakimiyyətdə. Onunla əlaqələr yaradır. Avtomatik onunla ittifaqa girir. Oğlum Ariobarzanı göndərir demək Romaya. 10 il Romada yaşayır. Oktavian Avqust Ariobarzana Kiçik Asiyadakı erməni mülkləri üzərində nəzarət verir. Ariobarzana aid davacında mütləq bunu ayrıca götürün. Və Avqust sonradan da eradan əvvəl 20-ci ildə Ariobarzanı gətirir qoyur Atropatenada hökmdar. Eradan əvvəl 20-ci ildə Ariobarzanın hakimiyyətin gəliş tarixidir Atropatenada. Ariobarzan haqqında erməni mülkləri üzərində nəzarət hüququnun qazanılması, bir də məşhur Roma tarixçisi Tasitin dediyi məsələ ki, sən demə Ariobarzan çox gözəl oğlan imiş, cismani gözəlliyi varmış, keyfiyyətli bir medialıymış, belə bir şey yazırdı. Mən o məsələdə 10 il Romada yaşayıb. Eradan əvvəl 20-ci ildə demək bunun gəlişi və Ariobarzan haqqında məlumatlarımız budur. Və sonraki proseslər nədir? Sonraki proseslərdə nə var? Bu da yeni dərslik məlumatlarında bəzi məlumatlar var burada. Deməli, Ariobarzan dövründə birbaşa Parfiya dövləti ilə deyil, Atropatena, birbaşa Romanlılar gəldi, müttəfiq olublar. Avqust da bunlara, İmperator Avqust, bunlara öz müttəfiq kimi baxır. Nə baş verir? Eramızın 20-ci ilində Atropatenanın son hökmdarı Avqust, deməli, Ariobarzan
Ariobast öləndən sonra demək Atropatena Parfiya tərəfindən işğal edilir. Parfiyanın Arşakilər sülaləsinin tərkibinə qatılır. Yeni dərslikdə belə bir məlumat var. Deyir ki, sonradan Parfiyanın Atropatena münasibətləri düzəlir, yəni Romadan sonra. Hətta bunlar arasında nicat diplomatiyası var. Hətta bir məlumat da var ki, Artaban adında bir Atropatena hökmdarın adı keçir yeni dərslikdə. Deyir ki, Parfiya dövlətinin hökmdarı ölür, onun yerinə Atropatena hökmdarı Artabanı dəvət edirlər. Artaban da öz qardaşını qoyur Atropatena idarəsinə, özü gedir, Parfiyanın hökmdarı olur. Çünki qohum idilər. Anası Arşaklərdən imiş. Ondan əvvəl də nicat diplomatiyasını zaten demişdi axı. Artaban Atropatena dövlətinin hökmdarı yazır kitabda. O Atropatena satrapı gedirdi əvvəllər. Yəni hökmdar kimi Eranızı girincində təsəvvüt edib. Artaban hökmdar sayılmır artıq. Atropatena dövləti indi gələcək, yəni yəqin ki, gələcək bu daha aydın göstərilər. Atropatena dövlətinin hökmdarı Artaban adında mən eşitməmişəm bir yerdə. Hökmdar kimi yazılması çox güman ki, orada hökmdar bir satrap kimi yazılır. Yəni bu Arşaklərin satrapı nümayəndəsi, Atropatena idarəsinin nümayəndəsi. Yaxşı, bunları dedik. Başqa bir şey qalmadı. Atropatenanın dinindən danışaq. Dinindən. Atropatenanın dini Zərdüştlük dinidir. Zərdüştlük dinidir Atropatenanın. Zərdüştlük dini yaranma tarixini bilməlisiniz. Ermənilər 7-6-cı əsrlərdə meydana gəlir. Midiya dövlətində, Astiaqon dövründə rəsmi dövlət dinə çevrilmişdi. Əhəmənilər zamanında da görmüşdük ki, Zərdüştlük dövlət dinidir. Və indi də gəlir Atropatenada deyilir ki, Atropatena dövlətinin, rəsmi dövlət dini Zərdüştlük olur. Müqəddəs kitabları Avestadır. Monqlar haqqında məlumat verdik. Avestanın kitabının mühafizəçiləri, Zərdüştlük dininin kahinləri Monqlardır. Zərdüştlük dininə görə xeyir və şər arasında mübarizə gedir. Hörmüzlə Əhriman arasında sonunda xeyir qalib gəlir. Nəyi müqəddəs sayılır? Odu, suyu, torpağı, havanı müqəddəs sayılırlar. Hal-hazırda yaşayanlar var Hindistanda. Misal üçün, Parslar var, İranda Cəbrilər var. Zərdüştlük dininə etiqad edən insanlar var. Zərdüştlük Avropada kim tanıtılıb? Anquetil Duperonu tanımaq lazımdır. 71-ci ildə Fransız dilinə tərcümə Avropada Zərdüştlüyü tanıdıb. Başqa Zərdüştlük haqqında tək Allahlı din olmasını mütləq bilin. Zərdüştlük tək Allahlı dindir. Çox Allahlı deyil. Çünki sonda Hörmüzün Əhrimana qalib gəlməsini deyir. Sonda bir dənə tanrı qalır. Zərdüştlük haqqında əsas şeylər bunlardır, bunları götürün. Bir də yeni kitabda belə bir məlumatlar var. Zərdüştlük dininə görə bunlarda təhsil sistemi olub. Atropatenada təhsil sisteminə danışır. Təhsil sistemində görün nə yazır? Bir saray, ateşgah və ailə məktəbləri də varmış. Saray məktəbləri varmış, ailə məktəbləri varmış və ateşgah məktəbləri varmış. Sasanilər dövründə isə bu ibtidai və peşə məktəblərinə çevrilmişdi. Atropatenanın dinindən başqa nəyə götürməlisiniz? Atropatenanın mədəniyyətinə təsir edən, Yunan mədəniyyətinin təsirini göstərən 3 dənə fakt var. Hardan bilir ki, Yunan mədəniyyətinin təsirinə məruz qalıb. Deyirik ki, yadda saxlamaq üçün kiremit kerifto deyirik buna. Kiremit kerifto, bir də Yunan tanrılarına sitayiş. Kiremitlə Yunan tanrılarına sitayişi biz Albaniyada da deyəcək. Amma orada dəhnə yazsın deyəcək. Burada isə kerifto deyirik. Kerifto, kiremit, bir də Yunan tanrılarına sitayiş. Bu üç şeyi əzbərdən bilməlisiniz ki, Yunan tanrılarının
dinindən Yunan tanrılarına da sitayiş olunub. Yəni təkcə Zərdüştlük olmayıb burada. Atropatenada Yunan tanrılarına sitayiş olunub və Yunan mədəniyyətinin təsirini göstərən 3 dənə fakt var. Kerift abidəsindən Heraklın adına götürülür oradan. Herakla aid məbəddir. O vaxt gedirmişlər, orada qurban kəsilmişlər, dua oxuymuşlar, nəysə bir dini bir ocaq kimi belə Atropaten əhalisi istifadə edilmiş. Zərdüşt kitabı, Avesta kitabı Persapol şəhərinin 12.000 inək dərisi üzərində yazılmış bir kitabdır. Eradan əvvəl 331 Qavqamel döyüşündən sonra, eradan əvvəl 330-da İskəndər Persapol şəhəri, onda həmənin paytaxtı idi, yandırır və sən demə Avesta kitabında əsl nümunəsi oradaymış. 12.000 dənə inək dərisinin üstündə nə böyle şeymiş öyrəsin. Yazılmış Avesta burada yanlış olur. Sasanilər o bərpa edirlər, əsl Avestadır ki, bu. Ümumiyyətlə, dinlərin orijinalı o vaxt elə olub. Məhvul olunub, sonradan restavrasiya olub. Dini kitablarında buluruz. Bu şeyləri deyəcəm mən sizə, oxşarlıqları. Albaniyadan keçeyim, Albaniyanı. Yəni, sizin dərsdə fikir verəcəyiz şeylər bunlardır. Əsas şeylər bunlardır. Bir də ümumiləşdirim istəyirəm, hökmdarları şey edeyim. Atropatena və Albaniyaya aiddir. Bu tip testlər sizin gidincə olar. Atropatena və Albaniyaya aiddir. Atropatena və Albaniyaya aiddir. Fikir verin, qarşısında dövlət sözü yoxdur. Atropatena və Albaniyaya aid alanların yürüşünə məruz qalır. Alanların yürüşü 72-74 ən böyük yürüşdür. Bir üçüncü əsrlərə əhatə edib. 72-74 ən böyük yürüşdür. Alanların yürüşünə məruz qalması Atropatena Albaniyaya aiddir. Atropatena dövlətinə aid deyil, Albaniya dövlətinə aiddir. Bu incəlikləri Albaniya dövlətinə keçin tam bunları deyəcəm mən sizə. Bana mütləq lazım olar sizə. Testlərdə şaxdır, keçin deyəcəm bunları. Nə yazalım siz üçün? Hökmdarların biz deməli kimdən danışdıq? Atropatdan. Atropat haqqında nə dedik? Atropat dediyi ki, vaxtı ikən Kiçik Midiyanın nəyi olub? Satrapı. Kiçik Midiyanın satrapı. Atropat. Başqa? Banisi olduğunu dedik. Dövlətin banisidir. Atropat. Dövlətin banisidir. Atropatdan sonra biz hansı hökmdarı tanıdıq? Artabazanı tanıdıq. Artabazana ən mühüm cümlə nə dedik? Artabazanın dövründə dedik, dövlətin ərazisi Qaradənizin şimalına qədər. Qaradənizin şimalına qədər dövlətin ərazisi uzanıb. Digər nə dedik? Dedik ki, Selevki hücumuna məruz qaldı. Yəni, burada Selevkilərin asıllığına düşdü. Belə də götürə bilərsən. Selevki asıllığı. Bu Artabazan idi. Başqa hansını tanıdıq? Artabazd. Artabazd. Bunun haqqında nə dedik? Dedik ki, Artabazd haqqında Fraspa döyüşü Romalıları məğlub etməsi yaxud da çoxdur bunun haqqında. Mesela oğlunu Romaya göndərməsi Artabazd haqqında, Parfiya ilə müttəfiq olması, çox şeylər yaza bilərik. Yox, öyle şeyi ben daha yazıb doldurmayayım.
əsas şeyləri buradan qeyd edirəm sizin üçün. Yəni nələrə fikir vermək lazımdır. Sonra biz Ariobarzanı gördük. Ariobarzanı hər bir hökümdarın bəzilərini heç hökümdarın adını deyə bilmirsiniz. Ağzınızda işlədin bu sözləri, uyğunlaşdın dili özə. Adları qarışdırmayın bir-birinə. Ariobarzan. Kimdir bu? Dedik ki, Ariobarzan 10 il Romada yaşayıb. Digər bir məsələ də erməni məsələsi idi. Digər bir məsələ də gözəl oğlan olması idi. Tasitin onun haqqında cismani gözəlliyi yazması. Son hökümdar kim idi? Ariovast. Ariovast da dedik ki, Ariostan adını bir də harda görürük? Son hökümdar olması və eramızın 20-ci ilində son hökümdardır. Eramızın 20-ci ilində öləndən sonra da Atropatena düşür Parfiya Arşakilərinin hakimiyyəti altına. Bu Atropatenanın hökümdarlarıdır. 5 dənə hökümdarıdır. Bunları yaxşıca bilin. Gələn dərs Albaniya mövzusu olacaq. Atropatena və Albaniya mövzusunun oxşar fərqli xüsusiyyətlərini orada aid edəcəyik hazırlığımızda inşallah. Siz sağ olun bu videonu izləyin, hardasa bu sizin köməyinizə çatsın. Sağ olun, salamat qalın.